Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri sizinlə küftə yeməyi hazırlayırıq. Əvvəlcə bir baş soğanı xırda-xırda doğrayıb, yağla birlikdə qazanda qovururuq. Üstünə biraz duz da əlavə edib, qapağını örtürük. Soğan qızardıqdan sonra bir xörək qaşığı qırmızı biber tamatı əlavə edib qarışdırırıq. Deməli, küftələrin sayına uyğun kartof soyub qazana əlavə edirik. Əvvəlcədən bişmiş noxudu əlavə edirik və üstünə çıxana qədər su əlavə edib qazanın qapağını örtürük. Bir xörək qaşığı duz da əlavə edirik. Küftələr üçün bizə 500 qram mal eti, bir baş soğan, 50 qram yumru düyü, duz, istiot, paprika, sarı kök, göyərti, nanə əlavə olunur. Əti yaxşıca yoğurduqdan sonra küftə formasında formalaşdırırıq. Hər küftənin içinə bir ədəd alça qurusu qoyub, qaynar su ilə əllərimizi isladıb, küftə formasında formalaşdırırıq. Kartoflar biraz bişdikdən sonra küftələri qazana əlavə edirik. Üzərinə qara istiot və nanə əlavə edirik. Vam otda 30 dəqiqəyə küftə yeməyimiz hazır olur. Küftə yeməyimiz hazırdır. Nuş olsun. Kanalıma abunə olub bəyənməyi unutmayın.